Salam, Zehin Pod'a xoş gəlmisən. Bugün sənin üçün Tony Buzanın məşhur Zehin Xaritaları kitabı əsasında dərin bir müzakirə hazırlamışıq. Məqsədimiz zihin xəritələrinin nə olduğunu, necə işlədiyini, yaddaşı, yaradıcılığı necə gücləndirdiyini anlamaqdır. Və əlbəttə ənənəvi qeydlərdən fərqini görmək. Gəlin başlayaq. Bax, beynimizin potensialı həqiqətən inanılmazdır. Professor Anoxin deyir ki, beyindəki mümkün əlaqələrin sayı o qədər çoxdur ki. O rəqəm adamı dəhşətə gətirir. Yəni birin arxasına 10,5 milyon kilometr sıfır düzmək. Təsəvvür edirsən? Sonsuz bir şəbəkə kimi. Dəhşət. Amma biz gündəlik həyatda, məktəbdə, işdə necə qeyd aparırıq? Adətən siyahılar, uzun-uzun cümlələr. Səncə bu üsullar o potensialı məhdudlaşdırmır ki? Və elə əsas məsələ budur. Ənənəvi xətti qeydlər, deməli, əsasən beynin sol yarımkürəsini işlədir. Sözlər, məntiq, ardıcıllıq. Bunlar vacibdir əlbəttə. Amma sol tərəf yalnız yarısıdır da, elə deyilmi? Bəli, sağ yarımkürə. O ki var ritim, məkan təsəvvürü, rənglər, xəyal gücü, bütövlük, yəni geştalt dediyimiz böyük şəkili görmə qabiliyyəti, bunlar kənarda qalır. Təəccüblü deyil onda. Mənbədə deyilir ki, insanların 95%-i belə çox vaxt tək rəngli, monoton qeydlər aparır. Buzan buna kütləvi yuxu xəstəliyi deyir. Gülməli səslənir, amma... Amma düşündürücüdür. Heç fikir vermisən, mühazirələrdə, kitabxanalarda niyə insanlar mürgülüyür? Bəlkə də səbəb budur, beyinləri darıxır. Ola bilər. Amma maraqlıdır ki, Leonardo da Vinci kimi dahilər fərqli yanaşıb. Onların qeydləri deyirlər ki, sözlər, şəkillər, simvollar, oxlar, hər şey var imiş. Yəni, beynin bütün imkanlarından istifadə ediblər. Bəli, bu da bizi zihin xəritəsi anlayışına gətirir. Bu, sadəcə pərakəndə qeyd deyil. Bu, beynin təbii işləmə prinsipinə əsaslanır. Yəni, o məşhur yayılan düşünmə ya da radiant thinking dediyi şey? Tam olaraq. Beynimiz təbii olaraq mərkəzdən kənarlara doğru, şaxələnərək düşünür. Bir fikir digərini doğurur. Zihin xəritəsi də məhz bu prinsipi kağız üzərinə köçürür. Mərkəzi bir ideya və ondan şaxələnən alt fikirlər. Beynin təbii axınına daha uyğun. Anaxininin o nəhəng potensialına bir növ qapı açır. Yaxşı. Bəs bunu praktikada necə edirik? Tutaq ki, mən xoşbəxtlik haqqında bir zihin xəritəsi çəkmək istəyirəm. Nədən başlayım? Çox asandır. Əvvəlcə vərəqin ortasına mövzunu yazırsan və ya çəkirsən. Xoşbəxtlik sözü ola bilər ya da bir gülümsəyən üz şəkli. Bu sənin mərkəzi nöqtəndir. Sonra o mərkəzdən əsas alt mövzuları göstərən qalın budaqlar çıxarırsan. Məsələn, ailə, iş, sağlamlıq, hobbilər kimi. Başa düşdüm. Və bu budaqların üzərinə nə yazırıq? Bax, burası çox vacibdir. Hər budağın üzərinə idealda yalnız bir açar söz yazmaq lazımdır. Ailə münasibətləri yox, sadəcə ailə. Bu tək söz prinsipi beynin sərbəst assosiasiya qabiliyyətini işə salır. Fikirlərin daha rahat axmasına imkan verir. Maraqlıdır. Bu, yaddaşa necə təsir edir? Çünki adi qeydlərdə çox söz yazırıq ki, yaddan çıxmasın. Paradoksal görünsə də, az söz daha yaxşı yadda qalır. Çünki beynin o söz ətrafında öz əlaqələrini qurmasına imkan verir. Həm də zihin xəritəsinin iyerarxik quruluşu mərkəz, əsas budaqlar, alt budaqlar məlumatı təşkil edir. Baver və həmkarlarının tədqiqatı da göstərir ki, məlumatı iyerarxik təşkil etmək yaddaşı xeyli gücləndirir. Amma təkrar da vacibdir, bunu unutmayaq. Deməli, açar sözlər və struktur yaddaş üçün kritikdir. Bəs şəkillər və rənglər, kitabda bunlara çox yer verilir. Əlbəttə, onlar möcüzə yaradır. Bir şəkil 1000 sözə bədəldir. Bu, zihin xəritəçiliyinin təməl daşlarındandır. Haber və Nickersonun tədqiqatları inanılmazdır. İnsanlar millərlə şəkli %98-99% dəqiqliklə xatırlaya bilir. Şəkillər və rənglər birbaşa sağ yarımkürəni cəlb edir. Öyrənmə prosesini daha əyləncəli, cəlb edici edir və ən əsası yadda qalan. Həmçinin fərqli budaqlar arasında məntiqi əlaqələri oxlarla göstərmək də mümkündür. Bu, fikirlər arasındakı bağlantıları, yəni böyük mənzərəni görməyə kömək edir. Belə başa düşürəm ki, bu təkcə yadda saxlamaq üçün deyil, həm də fikirləri daha dərindən anlamaq üçündür. Düzdür. Və təkcə anlamaq yox, həm də yeni fikirlər yaratmaq üçün. Yəni, yaradıcılıq üçün də çox güclü alətdir. Bu, sərbəst assosiasiya prinsipi var, ha? Tək açar sözlərdən yaranan,
Bu, beyni yeni gözlənilməz bağlantılar qurmağa təşviq edir. Həm də zihin xəritəsi üzərində işləyərkən fasilələr vermək. Bu can buna inkudasiya deyir, alt şuurun işləməsi və yeni ideyaların yetişməsi üçün şərait yaradır. Fikrin öz-özünə yetişməsi kimi. Bəli, bir növ. Məsələn, məşhur dirijor Benjamin Zander Beethoven'in 9-cu simfoniyasını daha dərindən anlamaq və ifaçılara izah etmək üçün çox mürəkkəb bir zihin xəritəsi hazırlayıbmış. Bu, həm analitik, həm də yaradıcı prosesdir. Xüsusilə iki seçim arasında qalanda. Məsələn, bir iş təklifi, bir budağa müsbət tərəfləri, digərinə mənfi tərəfləri yazırsan, açar sözlər və simvollarla. Hər şey vizual olaraq gözünün qabağında olur. Hətta bu zan super məntiq anlayışından danışır. Yəni, məntiqlə intuisiya burada birləşə bilir. Kitab oxuyuram və ya mühazirə dinləyirəm. Adi qeydlər çox vaxt qarışıq olur. Zihin xəritəsi bunun üçün idealdır. Mərkəzə kitabın və ya mühazirənin əsas mövzusunu qoyursan, əsas fəsillər və ya bölmələr əsas budaqlar olur. Vacib detallar, açar sözlər, faktlar isə alt budaqlar kimi əlavə olunur. Rənglər və kiçik şəkillərlə daha da zənginləşdirmək olar. Hətta mürəkkəb mövzuları belə anlamaq asanlaşar yəqin. Bəli, Tony Buzanın qardaşı Barry Buzan öz doktorluq dissertasiyasını, yəni çox mürəkkəb bir işi, məhz zihin xəritələri ilə planlayıb və təşkil edib. Başqa nümunələr də var. James Lee adlı tələbə imtahanlarına çox qısa müddətdə məhz bu üsulla hazırlaşıb. İdmançı Yong Sheng gündəlik analizlərini, məşq planlarını zihin xəritəsi ilə edirmiş. Deməli, tətbiq sahələri çox genişdir. Təhsil, biznes, şəxsi inkişaf. Hətta iclasların planlaşdırılması, təqdimatların hazırlanması. Beyin fırtınası üçün əladır. İndi xüsusi kompüter proqramları da var, iMindMap kimi. Hətta Singapurda dünyanın ən böyük zihin xəritəsini kollektiv şəkildə çəkiblər. Bu, onun miqyasını və potensialını göstərir. Deməli, gəl yekunlaşdıraq. Əsas nəticə odur ki, zihin xəritəsi sadəcə qeyd aparmağın başqa bir yolu deyil. Bu, əslində beynimizin təbii o şaxəli düşünmə tərzini əks etdirən bir üsuldur. Bəli, bizi o məhdudlaşdırıcı, çox vaxt darıxdırıcı xətti yanaşmalardan azad edir. Və ən əsası, beynin həm sol, məntiq sözlər, həm də sağ, rəng, şəkil, xəyal yarımkürəsini birlikdə işləməyə təşviq edir. Bu da yaddaşı, yaradıcılığı və ümumilikdə anlamanı gücləndirir. Tam bir beyin məşqi kimi. Elə də demək olar. Və sonda sənin üçün, əziz dinləyici, bir düşüncə toxumu buraxmaq istərdik. Professor Anoxinin o inanılmaz, demək olar, sərhədsiz beyin potensialını xatırlayaq. O 10,5 milyon kilometrlik sıfırlar. Bəli, indi düşünün. Zihin xəritələri kimi beynin təbii işləmə tərzinə uyğun, şuurlu şəkildə istifadə etdiyimiz bu cür şaxəli düşünmə alətləri təkcə necə öyrəndiyinizi və ya işlədiyinizi deyil, bəlkə də həll etməyə çalışdığınız problemlərin mahiyyətini necə dəyişə bilər. Çox dərin sualdır, üzərində düşünməyə dəyər. Bugünlük bu qədər. Ümid edirik ki, bu dərin müzakirə sənin üçün faydalı oldu. Əgər bəyəndinsə, kanalımıza abunə olmağı və bu bölümü bəyənməyi unutma. Şərhlərdə də öz zihin xəritəsi təcrübələrini bizimlə bölüşə bilərsən. Növbəti dərin müzakirələrdə görüşənədək.